Maya ver usta, bu nədir belə hazırlamısan? Deməli, mənə dedilər ki, yavər usta, nə hazırlaya bilərsən quzunun ətindən? Mən də sizə qeyri-adi bir yemək hazırlayacağım. İçində soğan zandırma. Yeməyin çəkiş qaydası, bax, gətirmə, biraz daha dur. Allah, bura bax. Onun için çək. Bax, yavər usta bu yeməyi bax, bu qaydada pişirir, görürsünüz bax. Bax, bel əti var içində, kavrukası var, her bir şey var. Bu qaydada mən bunu pişirirəm, bax, görürsən. Buna bax şeylər, buna bax kürəyə bax. Deməli bax bunu çəkə çəkə bura. Bunun səsini çək, antikotuna bax buna. Bax mən bunu bu qaydada hazırlayıram bax belə. İstəsəm bunu qızardıram da, istəsəm bunu bozardıram da. Bu duzlu ətdir. Niyə? Çünki sən ətin tamını almalısan ki, ətin dadı nədir? Ət də bu quzuda. Bax görsən quzuya bax. Bax bu quzunun ətindəndir. Bax bu qaydada öz suyunda. Vallahi bu tamamı mən suyunu atmamışam. Öz suyunda bax bu qaydada sən bu çiçəkində elə. Bunun için çək görsünlər, buna baxmış. Allah, belə bax, quyruğudur, ətidir. Yəni, mən bu qaydada hazır, Purikgah Bərdanlı Şahvələr kəndində, Yavər Ustanə Cihan süfrəsində, bax, bu yeməklərdə, bax, bir dada bilərsin, qısoklar, bax. Uş, Allah deyir ki, mənimlə yemirsən, deyir, harada, deyir, Yavər Ustanın yanında, göz haqqınızı halayın.